Bizdə valideyni qocalar evinə aparanda, orada yerləşdirəndə hamı belə bir-birinə irad bildirir ki, ay, nə vaxtdan sən övlad olmusan, ana, nə digərləri də belə aparmısınız, qardaş, bacı filan aparmısınız valideyninizi qocalar evinə qoymusunuz. Pis baxırlar. Ümumiyyətlə bizdə qəbul edilməz bir haldır, amma Türkiyədə, çox yerlərdə, çox ölkələrdə insanlar özləri müəyyən yaşdan sonra, bəlli yaşdan sonra onlar özləri öz istəklərlə istəyir ki, məhz qocalar evində yaşasın. Çünki orada həm yaşıdları var, həm rahatdır onlar üçün. Düşünürlər ora daha rahatdır. Türkiyəli müğənni Gülben Ərgənin anası da qocalar evindədir. Biz bir neçə o videolara rast gəlmişik. Anasını ziyarət edib, başından öpür, saçından öpür, qucaqlayır. Həm də orada olanda paylaşır. Bəzi paylaşımlar idi. Bu da diqqət mərkəzinə düşüb. Qocalar evində yaşayan anası ilə görüşündən görüntüləri tez-tez yayımlayır. Təbii ki, bu izləyicilər tərəfdən birmənalı qarşılanmayıb da ki, o cür pulu olan, imkanı olan bir adam niyə görə anasını qocalar evində yerləşdirib. Və bəziləri deyib ki, onun pulunu qoymağa yer tapmır Gülben Ərgən. Niyə anası orada yaşayır? Gülben Ərgən isə daha əvvəl verdiyi açıqlamalarda anasının bu qərarı öz istəyi ilə verdiyini, aralarında heç bir problem olmadığını vurğulayıb. Ana üçün, insan üçün necə rahatdır, orada da yaşamalıdır. Bu istək təbii ki, öz anasının olub, Gülben Ərgən də aparıb anasını məhz qocalar evinə yerləşdirib. Təbii ki, mən heç kim arzulamazdım Azərbaycandakı qocalar evində yaşasın, valideynlərini qocalar evinə yerləşdirsin. Sara Səfuradan, Bahadurdan tövsiyə.